Burada bir misal da demək istəyirəm. Valideynlər olur ki, mütəmadi olaraq davada olurlar. Mən öz valideynlərimlə, siz dediniz, mənim o gözümün qabağına gəldi və bu gün də indi hər ailədə olduğu kimi söz-söhbət olur. Atamla anamı deyirəm. Mən başa düşmürdüm ki, mənim atam anamdan nə istəyir. Əslində mən indi başa düşdüm ki, anamın içində belə bir duyğusu var deyənə, atam da onu intuitiv hiss edir deyənə bu söhbət bitmir. Əlbəttə. Burada nə olur? Bu qadın indi bu kişini necə dəyişəcək? Axı bu kişinin o fikirləşir ki, bu onun xarakteridir. Xeyr. Elə bir qadın olar ki, o qadına bütün günü dəyər verər o kişi. Doğru, bəzən olur. Demək bunda bu potensial var. Okay. Bunu çözmək üçün o özünü dəyişdirməyə başlamalıdır. Amma bu şablon özünü dəyişdirməkdən söhbət getmir. Bunda belə ki, qadın kişini dəyişə bilər də. 100%. Kişi də qadını dəyişə bilər. Amma burada bir özünün sevgi dili nədir? Misal onu tapmalıdır. Mən nə istəyirəm, kiməm, missiyam nədir? Tamamilə özünü tapacağı bir nüans olmalıdır. Özünü tapmaq üçün bir insana nələr lazımdır sizcə? Bir insan özünü necə tapar? Birinci sualla çoxlu, suallarla tapar. İkinci necə tapa bilər? Əgər düz olduğunu, düz yol getdiyini, ətrafdakıların münasibətindən düz yol getdiyini bilə bilər. Tamam. Amma bu da nisbiliyə girər də. Ya ətrafındakılar o ağılda deyilsə, yəni fərz edə sən bir kənddə yaşayırsan, ucqar bir kənd. Orada çox mentalitet dolu bir kənddir. Onlar hər hərəkətində səni qınayır. Əslində düz olan bir şey səni səhv kimi göstərirlər. Qadın təhsil almaz deyirlər. Sən də onlarla ölçdün o anda. Əgər mən özümü tam bilirəmsə, mənim üçün mənim dəyərim dəyişməz qalır. Birinin özünü tapması üçün o özünə verəcək bir neçə sual vardır. Birincisi mən kiməm sualıdır. İkincisi mən nə istəyirəm sualıdır. Bunu dəqiqləşdirdi. Üçüncüsü bu hansı sualdır? Mənim həyatdakı missiyam nədir? Baxın, bizim yaradılışımız mütləq bir hikmətə dayanır. Yəni hal-hazırda Muradın burada oturması, sizlə danışması, bu videonu hal-hazırda sizin izləməyiniz, hətta rəy yazmaqları və ya seans almaqları belə hamısı yaradanın dəstxətidir. Yəni bunların hamısı kaderdir. Bəli. Kader sadəcə səbəb yaradır buna gedəcək. İndi buradakı məsələ yaradanın ona verdiyi missiyanı tapmasıdır. Mənim ruhum bu dünyaya dəyərsiz olmaq üçünmü gəlib? Bunu kəşf eləmək üçün bax ən böyük gücü indi izah eləyirəm. Öz nədir Aytən xanım? Öz natural, yəni varlığın. Varlığın. Nəsəsə olsan da, yəni birinci. Tamam. Bax bəzi insanlar deyir ki, öz mənim bədənimdir. Bədən deyil. Birinin qolunu kəsib atsaq, onun yenə ürəyi nəsə istəyəcək. Bəzi insanlar deyir ki, öz mənim statusumdur. Yox, ayrı bir ölçüyə atsaq o statusu olmur. Öz beynimdir, yox, ağlımdır, yox, ürəyimdir, yox. Öz insan ruhudur. Həm də yəni yaradılışdan nə gəlmisənsə. Bəli. Bu bizim də yaşadığımız hisslər özümüzü dəyişir axı. Bəli. Dəyişir. Ona görə də biz ruh, bədən, beyin arasında tamamilə davadayıq. Öz bərabərdir ruh. Ruhu kim yaratdı? Yaradan. Öz bərabər ruh, ruh da bərabər Allah. Aha. 3 dənə bərabər var. Öz bərabər ruh, ruh da bərabər Allahdırsa, o zaman Allah hardaymış elə? Özdə. İndi özünü dəyərsiz görən kimi dəyərsiz görür? Allahı. Aha. Allahı dəyərsiz görən birinə Allah qapı açar? Açmaz. Özünə güvənməyən biri kimə güvənmir? Nəsimə onun üçün deyir ki, Ənəl həq. Haqq məndədir. Yəni əslində bunu çox eşidirdim, amma tam dərk eləmirdim. Siz burada bunu çox qəşəng. Bu düsturudur bunun. Yəni bax, özünü sevən, özünü sevməyən demək ruhunu sevmir. Ruhu kim yaratdı? Allah'a. Demək Allah'ı sevmir. Allah'ı sevməyən bir qızı hansı oğlan sevər ki? Çünki o özünü sevmir. Çünki yaradıcı bütün qəlblərin açarları Allahdadır. Və bir insan baxırsan ki, bir qızdır. Bu qız elə də dünya gözəli deyil. Hətta normadan da aşağıdır da deyək. Obyektiv danışsaq. Elə təhsilli deyil, elə bir ağlı yox. Heç nəyə yoxdur da, yəni təməl olaraq yarışdırsaq. Bu qız gedib çox gözəl, çox ağıllı, hətta çox zəngin, çox mərifətli bir oğlandan evlənə bilər. Bütün cəmiyyət şoka düşər. Bəzən baxırsan, o məşhur artistlər elə bir qızla evlənir ki, deyirsən, oyda bu buna necə oldu? Məsələ o qızın özünə olan dəyəri və sevgisidir. O özünü o qədər sevir ki, Allahı da bir o qədər sevir. Aydın. Və yaradan ona mükafat verir.
Onda baxın, özünü sevmək əslində Allahı sevməkdir. Bəli. İnsanlar bunu səhv salır. Deyirlər bəlkə öz sevgi egodur. Yox. Allah elə xəzinə burdadır da özünü sevdiyin anda yaradanı sevirsən. Bu gün Aytən özünə hədiyyə alsa, yaradıcıya almış o axı. Yaradıcı muradı gətirəcək, o sənə nə isə hədiyyə eləyəcək.